Əgər sən dini dəyərləri qorumaq istəyirsənsə, sən bilməlisən ki, harda, kimin yanında, hansı mövzuda danışmalısan. Gedərsən elə bir yerdə elə mövzunu danışarsan ki, o mövzunu da hörmətsiz eləyərsən, özünü də hörmətsiz eləyərsən. O bayaqki söhbətə mömin gərək ayıq-sayıq olsun da, bilsin ki, harda hansı sözü işlətmək lazımdır. O bizlərdə bir söz var ki, filankəs sadəlöv adamdır. Din sadəlöv adamı qəbul eləmir. Və imamların qatilləri hamısı o cür o mərifəti olmayan, dildə o sadəlöv möminlərin uzbatından oldu. Mömin ayıq olmalıdır. Mömin bu incəlikləri araşdırmalıdır, ağıl sahiblərlə məsləhətləşməlidir. Buyurun.